Və İbn Hüseymin rahimehullah, yəni bu hədisin şərhində deyir ki, sədəqə malı azaltmaz. Bəzən, yəni kəmiyyət baxımından deyir, o azalır. Amma keyfiyyət baxımından, bərəkət baxımından isə artır. Yəni onun əvəzinə qat-qat artıq verilir. Necə ki Allah Teala buyurur: "Və mə enfaqtum min şeyin fehuve yukhlifu." Yəni siz bir şey xərclədiyiniz zaman Allah Teala onun əvəzini verir. Dünyada əvəzini verir, axirətdə də savabını. Və həmçinin Bəqərə surəsində Allah Teala buyurur ki: "Məsəlul-ləzîne yunfiqûne emvâlen fî sebîlillâhi kemethali habbetin enbetet seb'a senâbile fî kulli sumbuletin mi'atu habbe." Yəni Allah yolunda xərcləyənlərin, mallarını xərcləyənlərin misalı bir dənin misalına bənzəyir. Və o dən 7 sümbül bitirir və hər sümbüldə də 100 dən vardır. Yəni və bu cür mükafat, savab qat-qat artıq olur. Deməli buyurur ki, o həmən ziyadə onun əvəzi olaraq həm kəmiyyət baxımından, həm keyfiyyət baxımından insana verilir. Kəmiyyət baxımından belədir ki, o sədəqə verdiyi üçün Allah Teala o insana ruzi qapılarını açır. Yəni keyfiyyət baxımından isə Allah Teala onun malına bərəkət verir.